1992 ilin mart ayı idi. Ağdam Əsgəran istiqamətində qanlı döyüşlər gedirdi. Əskər, ged o əsiri gətir. Yaxşı, komandir. Gəl bura. Gel onlara de ki, təslim olmasalar, Xocalı əsirlərini öldürəcəm. Mən necə Ahmet Yekən? Gel. Dayan, sen kimsən? Mən Azərbaycanlıyam. Vurma, vurma. Məni ermənilər əsir götürür. Sen de sen. Düşündüğümüz tek başına varsa falan. Seninle için gönderdiler. Ermənilər gönderdi ki, sənə deyim, təslim olmasan, Xocalıdakı 22 nəfəri öldürəcəyim. Sən onlara inanma. 2 illər qalıbsa birini mənə, birini özünə vur. Mənə görə 22 nəfərin ölməsine razı olmalım. Gerçekten teslim olacağım. Ben sana diğer yoldaşlarım, sen teksen. Ben 5 günlük tek başıma dolaşsam kaldım. Biz bana önce kabilmemişik. Gel əsirləri bırak. Bravo. Ben de Natik Qasımovun qəhrəmanlığını unutmaq olmaz. Şəhidlər ölməz.